Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Esselatu vesselamu ala seyyidina ve nebiyyina ve tabibi kulubina ve şefi'i zunubina Ebil Qasimil Mustafa Muhammed. Allahümme ve ala alihi teyyibin tahirin ve la'netullah ala a'daihim ecma'in minel ana ila qiyavmi yevmiddin. Esselamu alel Hüseyin ve ala Ali ibn'l Hüseyin ve ala evladil Hüseyin ve ala ashabil Hüseyin. Allahümme thabbit aqdamana ala muhabbetil Hüseyin. Allahümme erzugna ziyaretel Hüseyin fi yevmil erba'in ve ekrimne şefaatel Hüseyin yevmel vurud. Esselamu aleyke ya begiyetallahil mehdi eccelallahu teala ferecah ve esselamun aleykum cemiyen ve rahmetullahi ve berekatuhu. Ey Hüseyin aşığı, fəxr eylə qara köynəyinə. Ey Hüseyin aşığı, fəxr eylə qara köynəyivə. Verəcək Fatimə məhşərdə bəha köynəyivə. Eşqivin ətrinə hər il boya əvvəl soracaqın. Saxla Zeynəb kimi adab-ı vəfa köynəyinə. Hörmətin hifz elə Qur'an kimi öp qoy gözüvə. Səy elə qoyma dəyə rəngi riya köynəyivə. Hər nəyin qiyməti var müştərisi tapsan əgər. Hər nəyin qiyməti var müştərisin tapsan əgər. Satma hər kəsə versə min kisə təla köynəyivə. Əziz və möhtərəm müsəlmanlar, dəyərli möminlər, möminələr, ağ saqqallar, ağ birçəklər, analar və bacılar və dəyərli Hüseyin aşiqləri, bugün xanım Fatimə-i Zəhra salamullahi aleyhanın qonaqları, onun əziz evladı İmam Hüseyin əleyhissalamın matəminə də gələn dəyərli muğanlı cəmaatı. Bu şəhadət günləri münasibəti ilə başda İmam-ı Zaman Əcəlallahu Teala Fərəcəhu Şərif ağamıza ki dövrümüzdə sağdır və qeybdədir. Sabah cümə günüdür və onun zühuru cümələrin birində olacaq. Allah zührunu təcil eləsin inşallah. Başda o ağaya və o ağanın nurani simasında, gün cəmalında siz dəyərli Hüseyin aşiqlərinə, Hüseyin əzadarlarına baş sağlığı ərz edirəm. Bu ki, bugün bu qapıya, bu eşqlə əynünüzə qara geyib, gəlib, bu məclisdə əyləşirsiniz, sinə vurursunuz, ehsan verirsiniz, novhə deyirsiniz, novhəyə xor verirsiniz. Allah hər birinizdən və hər birimizdən ən ali dərəcədə qəbul eləsin inşallah. Bu dünyada İmam Hüseyin əleyhissalamın o gözəl, dünyanı lərzəyə gətirən ərba'in ziyarətini və qiyamətdə onun şəfaətini bizlərə bu cəmə nəsib eləsin inşallah. Bu 10 gün müstəhəbdir İmam Hüseynə yaxşı saxlamaq. Mən keçən məclisdə dedim. Amma 1000 dənə vacibatdan əfsəldir. 1000 dənə vacibatdan əfsəldir. Dediyimə də dəlil deyirəm. Baxın, bir dənə vacib namaz var. Deyərlər yevmiyyə namazları. Bir dənə də nafilə namazları var. Nafilə namazı müstəhəbdir. İstəsən qılarsan, istəsən qılmasın. Amma nafilə namaz nə üçündür? Nafilə namazı, vacib namazı kamilləşdirir,
doldurmaq üçündür. Yəni ki, insan vacib namazda durur ki, namaz qıla. Fikri hara qaçırsa, o namazdan əvvəl nafilə namaz qılır ki, o namaz onun boşluğunu doldursun. İmam-ı Səccəd əleyhissalam buyurur ki, gecə namazı gündəlik vacib namazlarının nafiləsidir. Kim gecə namaz qılsa, gündüz namaz qılmasına, gündüz namazlarının nafiləsini qılmağa ehtiyac yoxdur. Yəni o onu əvəzləyir. Baxın, müstəhəbdir gecə namazı, amma vacibatı kamilləşdirir. İmam Hüseynin 10 gün matəmi, o vacib əməllər var ha, və onu kamilləşdirir. O nafiləni doldurur, o boşluğu doldurur. Çünki olmasaydı bu, o vacibatdan əsər əlamət qalmazdı. Cəmaat, mən heç getmirəm əvvəllərə, getmirəm Küfiyə, getmirəm Bəsriyə. Ağa birçəklər, ağ birçəklər, ağ saqqallar yaxşı bilirlər ki, komünizm SSR dövründə bu millətin hər şeyini əlindən aldılar, namazını, orucunu, hər şeyini. Amma İmam Hüseynini alanmadılar. Hətta bilirsiniz nə idi maraqlı? İnsan var idi, özü komünist idi, nə namaz qılırdı, nə oruç tuturdu, həm də qarşı idi. Amma İmam Hüseynin matəmi gələndə cibindən pul verərdi, təşkil edərdi ki, Hüseynin matəmi təxirə düşməsin. İmam Hüseynin matəm təxirə. Yəni bu matəm bizim vacibat kamil. Ona görə bu müstəhəb əməl çox vacibatdan əfsəldir. Mən demirəm vacib tərk edib bunda alına gərək. Yox, çox vacibatdan əfsəldir. Bir dənə də sizə misal deyəcəm. İmam Hüseyn əleyhissalam Küfiyə, Kərbəlaya yola düşmədən əvvəl Kəbiyə gəlmişdi, həcc ziyarətinə gəlmişdi. Amma həcc ziyarətini qısa kəsdi, yarıda dayandırdı. Vacib həccinin müstəhəb ümriyə çevirdi. Yarı bağladı. Baxın, imamın hər bir əməli insanlar üçün nümunədir. İmam Hüseyn əleyhissalam bizə bunu başa saldı. Dedi ki, ay hacılar, siz gedin, o Kəbəni öpün, gedin şeytanı daşlayın, mən gedirəm Kərbalaya zalimi daşlayam. Mən gedirəm qanımla Kəbəni qoruyam. Siz gedin ağ ehram geyinin, mən gedirəm kəfən geynəm deyərəm. Amma İmam Hüseyin kəfənsizdir. Deyərdim, ağa gedirdi, hacılar getdilər ehram geyinməyə, Hüseyin getdi kəfən geyinməyə, amma kəfəni də yoxdur ağanın. 3 gün bədəni üryan qoydular, köynəyini bədənindən çıxartdılar ağanın. Gün ağzında lütüryan qoydular ağanın. Amma ağa dedi, siz gedirsiniz qurban kəsməyə, bu simvolik qurbandır. Mən gedirəm İsmaillər kəsdirməyə. Mən gedirəm qurban olmağa, Allah yolunda. Bu imamın bizə mesajıdır. Yadınızdadırsa, mən keçən məclisdə dedim ki, biz Kərbalanı düzgün anlamalıyıq. Mən istəyirəm bugünkü mövzumuzu təhrif haqqında danışam. Təhrif yəni nə? Təhrif yəni dəyişmək. Bir şeyi öz-özlüyündən çıxardıb başqa cür yozmaq. Təhrif iki mənada var. Bir söz təhrifi var, bir də elmi təhrifi var. Mən çox elmi də danışmaq istəmirəm. Özümüzün, öz ellilərimizin məni başa düşəcəyi dildə istəyirəm. Danışam və tamamlayam. Biz bugün bu məclisə gəlirik, İmam Hüseynin məclisinə. Keçən məclisdən bir iki dənə nüxsəni sizə deyəcəm. Biz İmam Hüseynin məclisinə gəlirik. Niyə gəlirik? Sizə bir adam yolda dayandırıb desə ki, niyə gedirsən? 1400 ildir Hüseynə niyə ağlayırsınız? Nə cavab verəcəksən? Sən bilməlisən. Ona görə mənim sizdən, analardan, bacılardan, qardaşlardan xahişim budur ki, xutbələrə diqqət edin. Xutbələri başa düşmədiyiniz təqdirdə heç bir zaman mərsiyəni başa düşənməyəcəksiniz. Buranın səbəbini başa düşənməyəcəksiniz. Hələ də elə başa düşəcəksiniz ki, bu dava iki ərəbin bir-birindən mübarizəsidir, müharibəsidir, taxt-tac üstündə. Bu təhrifdir, bu düzgün anlamamaqdır. Məhərrəmlikdən bir neçə gün əvvəl Qədirxun bayramı idi, yəni İmam Əlinin vilayət günü.
Qədirxumdan bir neçə gün əvvəl, Məhərrəmlikdən 20 gün əvvəl Qurbanlıq bayramı idi. Biz bu bayramları niyə qeyd edirik? Niyə biz qurbanlıq kəsirik hər il? Maşallah, Allah bu eli daima Əhl-i Beyt məhəbbətindən məşhur eləsin, qəlbimizi Əhl-i Beyt məhəbbətindən nurlandırsın. 1 tona yaxın, 1 ton yarım ət kəsildi, kəndin bir çox ailəsinə ət paylanıldı. Allah xərcləyənlərin əcrini versin inşallah. Allah pulunuza da, imanınıza da bərəkət versin. Niyə biz hər il qurban kəsirik? Allah Qur'an-ı Kərimdə buyurur ki, Həzrəti İbrahim əleyhissalama fəzəkkirhum bi əyyamillah və zəkkirhum bi əyyamillah. Allahın günlərini onların yadına sal. Niyə? İnnə fī zəlikə likulli səbbârin şəkur. Çünki orada səbr və şükür edənlər üçün nişanələr var, xatırlayıcı var, yada salan hadisələr var. Məhərrəmlik gəlir bizim yada sala, yaddan çıxmışı. Biz nəyi yaddan çıxartdıq? Biz Qədirxumu yaddan çıxartdıq. Biz qurbanlıqda heyvan kəsməyi yaddan saldıq. Amma niyə İbrahim oğlunu aparırdı qurban kəsməyi yaddan çıxartdıq? Biz bunu yaddan çıxartdıq. Və nəticədə təhrif olundu, dəyişildi, baxışımız dəyişildi. Biz həqiqəti anlamırıq. Elə bilirik ki, biz qurbanlıq gələndə mütləq şəkildə el arasında da bir söz var. Nəyin yoxsa bir mayınc, bir xoruz kəsməlisən. Biz qurbanlığı bu cür anlamışıq. Amma bu deyil qurbanlıq. Biz İsmailin canını bıçaqdan tutardı deyə qurban kəsmirik. Biz nə üçün qurban kəsirik bilirsinizmi? Allah Həzrəti Adəm əleyhissalamı ki yaratdı, buyurdu ki, yaratmamışdan əvvəl İnni cailun fil ardı xəlifə. Mən istəyirəm yer üzündə xəlifə yaradam, yəni vəli yaradam, vali, imam yaradam. Yaratdı, bəli. Çox detallara girməyəcəm, qısa kəsmək istəyirəm ki, mövzumuza gətirək, tamamlayaq, vaxtımız da çox almayaq. Şeytan nə dedi Allah? Allah təala buyurur ki, وَقُلْنَ لِلْمَلَائِكَةِ اسْجُدُوا لِآدَمَ فَسَجَدُوا إِلَّا إِبْلِيسَ أَبَى وَاسْتَكْبَرَ وَكَانَ مِنَ الْكَافِرِينَ. Biz Adəmi yaratdıq, sonra bütün mələklərə də, iblisə də, hamıya əmr elədik ki, Adəmə səcdə elə. Bütün mələklər Adəmə səcdə elədi. Şeytan təkəbbürlük elədi, səcdə etmədi və kafirlərdən oldu. Lənətlənmiş oldu. Şeytan niyə səcdə eləmədi? Allah Qədirxumun müqəddiməsi Həzrəti Adəm əleyhissalamın xilqətidir. Vilayətin müqəddiməsi Həzrəti Adəm əleyhissalamın xilqətidir. Adəm kimə vəli olacaqdı imam? Allah ki orada işarə eləyir, ha, yer üzünə xəlifə yaratmaq istəyirəm, o xəlifə Qədirxumda göstərildi. Müqəddimə o idi, nəticə Qədirxum idi. İmam o idi. Şeytan niyə səzd eləmədi? Dedi, ilahi, istəyirsən namaz qılım. 6000 il sənə ibadət eləmişəm, oruc tutdum, qiyamətə qədər səcdədə qalım, amma mən Adəmə səzd etməyəcəm, yəni beyət etməyəcəm. Oradakı məqsəd Adəm deyil. Qur'an-ı Kərimdə başqa bir ayə var, çox detalları deydim ki, girmək istəmirəm. Allah Teala buyurur ki, ey Adəm, sən özünü onlardan, demir onlardan özünü üstün mü bildin ki, sən onlara səzdə eləmədin? Onlar kimdir? O kəslərdir ki, gördüyümüz bütün aləmin yaradılış səbəbi onlardır. Muhammed və onun Əhl-i Beyt əleyhimussalamı, Əhl-i Beytidir. Salli ala Muhammed və ali Muhammed. O imamət o idi. Sonra Həzrəti İbrahim əleyhissalama baxın. Allah Teala buyurur ki, və idibtəla İbrahimə Rəbbəhu bi kəlimətin fəətəməhunlə. Biz İbrahimə bir neçə şey əmr elədik, bir neçə əməl əmr elədik.
onları hamısını dəqiqlikdən yerinə yetirdi, hamısını. Sonra nə oldu? Qale inni cailuka linnasi imamən. O imtihandan keçəndən sonra biz onun məqamını qaldırdıq, dedik səni insanlar üçün imam təyin edirik. Niyə? Buna görəmi ki, həm Yahudi peyğəmbərlər, həm bütün peyğəmbərlər Adəmin nəsli, İbrahimin nəslindəndir, yox. Ümumi bəşər peyğəmbər kimdir? Həzrəti Peyğəmbər. Allah ki deyir İbrahimi yeryüzünə imam təyin elədim, işarə Həzrəti Muhammed Mustafadır. Ümmə salli alə Muhammed və ali Muhammed. Çünki bizim peyğəmbər həm peyğəmbərdir, həm imamdır. Heç bir peyğəmbər həm imam olmuyor. Yeganə bizim peyğəmbərdir ki, həm peyğəmbərdir, həm imamdır. Bu da müqəddimədir, qədr-xuma. Amma bir şeyə diqqət eləyin. Mən keçən dəfə dedim, burasından çox xoşum gəlir. Allah İbrahimdən nə istədi? Dedi ki, İsmaili gət qurban kəs. Amma kəsmədi da, kəsirdi o. Allah Teala dedi, ehtiyac yoxdur. İnsandan qurban olmaz. Yetərlidir. Sən bilirik kəsəcəksən, kəsmək istəmirik. Allah Teala qoç verdi. Qoç göndərdi və o gün adət olundu. Bugün biz ki, ət kəsirik, qurbanlıq kəsirik. Biz onu ona görə kəsmirik ki, İsmaili bıçaqdan canını qutarıb. Ona görə kəsirik ki, vali təyin olunub, imam təyin olunub insanlar üçün. Yəni qədr-xuma görə biz qurban kəsirik. İmama görə bayram edirik. Qədr-xuma görə də bayramdır. O qurbanlıq qədr-xumun müqəddiməsidir. Amma nədir məsələ bilirsinizmi? Allah bu imamlıqda İsmaili istəmədi. Amma bu qədr-xum imamlığında istədi. Mən keçən dəfə dedim, çox ləzzət alıram, üzr istəyirəm, təkrar deyəcəm. Bir dənə cavandır, amma o hansı alimlə müxatib olub adı yadımdan çıxıb. Ya Dəstül Qeybidir, ya da Burceydidir. Allah hər ikisinə rəhmət eləsin, məqamlarını uca eləsin inşallah. Deyir ki, mən məhərrəmliyin əvvəl gecəsi idi. Məsciddə həmən Ayətullah piş namazı idi. Ona yaxınlaşdım Ayətullaha. Dedim ki, ağa mən hafiz böyük irfan alimidir ha. Böyük irfan alimidir, arifdir. Dedim ki, ağacan, mən hafizin bir şeirini oxudum. Bunu başa düşə bilmirəm. Olar bunu mənə izah eləyəsən. Buyur oxu. Deyir ki, şeirdə bu cür bir kəlmə keçir. Ey şeyx, əz mən nə rənc, mən muridi piri muğanəm, çəra ki tu vədə dadi, u əməl kərd. Şeir fars dilindədir, tərcüməsi də belədir. Deyir ki, ey şeyx, məndən incimə, mənim sənə hörmətim çoxdur ha. Amma mən piri muğana muridəm, aşiqəm. Niyə? Çəra ki tu vədə dadi, necə ki sən vədə verdin, u əməl kərd. O gəldi, onu yerinə yetirdi. Deyir, ağa baxdı Ayətullah, dedi ki, buradakı Şeyx Həzrəti Adəmdir, Piri Muğan Həzrəti Əmirəl-Müminin əleyhissalamdır. O da ki, deyir, vədə vermişdim, o bu idi ki, Adəm əleyhissalam Allaha vədə verdi, söz verdi ki, mən bu meyvəni yeməyəcəm, amma sonra nəfsinə qalib gələ bilmədi yedi, amma Əmirəl-Müminin məkruhata belə uzaq düşdü. Heç. Baxdım ki, məntiqən düzdür, getdi. Gələn il məhərrəmliyə qədər alim dünyasını dəyişdi. Həmən gün məhərrəmlikdə deyir, yatırdım yuxu aləmində gördüm ki, həmən alim yuxuma gəlib deyir ki, ay cavan, yadındadır sən mənə keçən il gəlmişdin hafizin şeirini təfsirlədim. Mən onu sənə səhv başa düşü salmışam. Əslində orada nə Adəmdir, nə Əli. Ağa kimdir? Deyir, oradakı deyir, ey şeyx, o Həzrəti İbrahimdir. O ki deyir, Piri Mağan, o Hüseyndir. Deyir ki, ey şeyx, məndən incimə. Sən şeyxsən, böyüksən. Əz məndən rənc, məndən incimə. Mən muridi Piri Muğanəm, mən Piri Muğana muridəm, aşiqəm. Niyə? Piri Muğan da İmam Hüseyn əleyhissalamdır. Çəra ki tu vədə dadi, necə ki sən vədə verdin, o əməl kərd. O əməl elədi, sən gəhdin İsmaili kəsməyə Mina dağına, amma
kəsilmədi. Amma Hüseyn 72 nəfər apardı, Əli Əsqər apardı. Heç biri də sağ gəlmədi. Kərbəla minasında qurban verdi. Baxın, bu əməl onun dəyəridir. Biz bu məhərrəmliyi başa düşməsək, biz qurbanlığı başa düşə bilməyəcəyik. Biz vilayəti başa düşə bilməyəcəyik və yanlış anlayacağıq. Bəziləri iddia edirlər, əvvəllər xutbələrdə də deyərdilər. Bəzi insanlar var, çox böyük alimlər də olub, üzr istəyərək deyirəm sizə. Deyirlərdi ki, İmam Hüseyin şəhid olub ki, bizim günahlarımız bağışlansın. Yox, İmam Hüseyin bizim günahlarımızı kəffə, bu xristianlıqdır. Bu yalandır. Və yaxud İmam Hüseyin şəhid olub ki, o xəlifə olsun, padşah olsun, bizim kəndliklə desək, padşah olsun, rəhbər olsun. Sizi ant verirəm Allaha, siz buradan eşiyə çıxanda bilsəniz ki, yanınızdakı balaya təhlükə var, o uşağı çıxardarsınız meşiyə. İmam Hüseyin əleyhissalam bilirdi, onu Kərbalada şəhid eləyəcəklər. Xilafət üstündə qiyam eləyən şəxs 6 aylıq Əli Əsqəri apararmı? Cavan Əli Əkbəri apararmı? Zeynəbi apararmı? Səkinəni apararmı? Rüqəyyəni apararmı? Bu düşüncələr İmam Hüseynə zərbədir. Biz gərək bunlardan təmizlənək. Bu bir növ tərif. İkinci tərif isə möhtərəm müsəlmanlar ki, 2 mövzu seçmişəm, bu axırıncı mövzumdur deyib tamamlayıram. Söz tərifidir, söz. Söz yəni nə? Bəzən bəzi mərsiyələr oxunur. Bunlar şairlərin vasitəsilə bizə keçirilib. Bəzi mərsixanlar eləyiblər, bəzi tarixçilər səhifə yol verir. Məsələn, Kərbəlada elə şəxslər var ki, bugün onlar Kərbəlada olmayıblar. Siffeyn də Həzrət Əli Rəsim yanında şəhid olublar. Amma adlarını mərsiyədə, moizədə Kərbəla şəhidlər içərisində gətirirlər. Məsəl üçün sizə bir dənə deyim sizə. Məsələn, dünən o mərsiyəni oxudular. Bəzi mərsiyələr var, İmam Hüseyni, üzr istəyirəm, sığınaraq İmam Hüseyni alçaldır. İmam Hüseyin o şəxsdir ki, İmam Hüseyin o şəxsdir ki, uca səsdən deyərdi ki, əgər mənim babamın dini mənim ölümümlə, mənim başım kəsilməsindən qalacaqsa, ey qılınclar, durmayın, kəsin məni. İndi birdən mərs oxunur. Qoyun qılım namazımı, sonra kəsin boğazımı, qonağınızam vəfalıyam, yaralıyam, yaralıyam. Bu İmam Hüseynə yaraşmır. Bu İmam Hüseynə yaraşmır. İmam Hüseyin o kəsdir ki, buyurur, eşkimizin var əbədi dövləti. Eşkimizin var əbədi dövləti. Haqq özü vermiş bizə bu neməti. Neylirəm can o sər o itrəti. Bəsdir mənə dilbərimin vəsləti. Xəncər o şəmşir ilə çox ləzzəti var. Xəncər o şəmşir ilə var ləzzəti. Yar baxa doğrana qurbanı eşq. Buyurur ki, Allah baxa, mən də Allaha görə doğranam. İsmail hara, Hüseyin hara. İbrahim hara, Hüseyin hara. Amma mərsi oxunur. İmam Hüseyin yalvarır sanki. Bəzi mərsiyələr oxunmamalıdır. Biz bəzi mərsiyələr İmam Hüseyini səhv tanıyırıq. İmam Hüseyin əleyhissalam buyurur ki, güldən də gözəl güllərimin rəngi saralsın. Yatsınlar tikanlıqda gülüstan əvəzində. Əkbər başı münşəq olur olsun, nə sözüm var. Dilsiz balam əmsin oxu büstan əvəzində. Kaş 114 ola oğlum mənim Allah, qurban verəm hər sureyi Qur'an əvəzində.
Bir də var mərsi oxuyuruq, Əli Əkbərin dinlən. İnşallah 7-ci gecəsi Əli Əkbərin qəhrəmanlığından danışacağıq. Kəsmə yolum, qoy gedim ey beyhaya, rəhm elə zalım mən Əli Əkbərə. Vurma yaram üstünə bir də yara, rəhm elə zalım mən Əli Əkbərə. Bu yalvarmaqdır, bu Əhl-i Beytə sığmaz. Ən böyük təhrif bilirsiniz kimdir? Cənab-ı Qasım. Kərbəlada 2 nəfər var. Kərbəlada 9-10 nəfər həddi bulluğa çatmayan şəhid uşaq var. Biri Cənab-ı Qasımdır, biri Abdullah ibn Həsəndir, Cənab-ı Qasımın qardaşı, İmam Həsənin evladı, biri də Əmirdir. Abdullah İmam Həsənin oğludur, Cənab-ı Qasımın qardaşıydı. Aşura günü İmam Hüseyin atdan düşdü, bunu qılıncdan imamı vururdular. Xeymədən xanım Zeynəbin əlindən qaçdı, getdi İmam Hüseynə tərəf. Getdi ağanın yaralı nəşinin üstə uzandı. Elə ki düşmən İmam Hüseyni vururdu, əlini qaldıranda birinci əlini kəstdilər. İmam Hüseynin yaralı bədən üstündə sərlələ şəhid oldu. Biri budur. Biri Əmirdir. Bilirsiniz kimdir? 13 yaş uşağı idi. Atası təzə şəhid olmuşdu. Anası göndərdi İmam Hüseyin əleyhissalam yanına. Yazırlar ki İmam Hüseyin əleyhissalam xeymədə dayanmışdı. Bu uşaq gəldi. Ağa durur baş aşağı. Dedi ağa ləkə minkəssalam. Ağa məndən sənə salam olsun. İmam Hüseyin başını qaldırıb gördü bu filan kəsdi. Yəni əmirdir. Buyurdu buyur. Dedi ağa izin ver mən gedim meydana. Ağa durdu ayağa dedi bu uşağı buraxmayın meydana. Bunun atası təzə şəhid olub. Mən istəmərəm bunun anasının qəlbinə oğul dağı da çəkilər. Bizdə deyirlər bu uşağı gözdən qoyma. Dedi ki bu uşağı gözdən qoymuyor. Ağlaya ağlaya ağanın ətəyinə yapışdı. Dedi ağa vallah and ola canım əlində olan Allah məni anam göndərib buraya. Bu əynimdəki paltarı anam geyindirib. Deyir qılınc da yerə dəyərdi. Boyu o boyda balaca idi. Dedi anam mənə göndərdi. Dedi ki oğul get Zəhranın balasının dar günüdür. Nə istəyirsən elə ağanla izin al döyüşə get. Almadan geri qayıtsan analıq haqqımı sənə haram eləyərəm. Ağa mən geri qayıdanmaram anamın yanına. Mənə izin ver gedim. Və İmam Hüseyin əleyhissalam ona izin verir. Bilirsiniz bir dənə rəcəz deyirlər. Rəcəz bilirsiniz nədir? Döyüşə gedəndə şeir şəklində babalarının, dədələrinin adınla təriflənərdilər. Deyərdilər mən filan kəsin oğluyam. Bu uşaqdır, necə rəcəz oxusun? Bilirsiniz necə rəcəz oxuyurdu? Deyir gördülər düşmən tərəfdə, gördü bir dənə uşaq gəlir. Nə başında döyüş dəbilqəsi var, nə əynində zireh var, uşaqdır. Əmmamədə deyir ki Əmiri Hüseyni və ni'məl əmir. Bugün bu rəcəzə mərsiyələr qoşulur. Əmiri Hüseyni və ni'məl əmir, sururu fuadu bəşirin nəzir, Aliyyun Fatimətən validə, fəhəl tə'ləmunə ləhu min nəzir. Deyir ki, ey insanlar, istəyirsiniz məni tanıyasınız, bilirsiniz mən kiməm? Mənim əmrim, əmr sahibim, hər şeyim Hüseyndir, Hüseyn. Kimdir Hüseyn? O Hüseyn ki, insanları müjdələyən Peyğəmbərin qəlbinin ətridir. Onun anası Fatimə, atası Əlidir. Məni tanımaq istəyirsiniz, məni Hüseynlə tanıyın, atasından özünü tanıdılar. Cavan uşaq. Biri də Cənab-ı Qasımdır. İnşallah Cənab-ı Qasımdan mövzumuzu tamamlayıram. Bilirsiniz Cənab-ı Qasım necə cavan idi? İndi məsələ onun Cənab-ı Qasıma mərsiyələr qoşurlar. Əmoğlu dur ayağa, toyun mübarək olsun, gəlin gəlib otağa, toyun mübarək olsun. Bu böhtandır. Cənab-ı Qasım həddi bulluğa çatmamışdı ki, 15 yaşı tamam değildi. Bəziləri iddia edirlər ki, İmam Hüseyin əleyhissalam onu qızı Səkinə ilə, bəziləri Rüqəyyə ilə, nəlim hər kəs bir cür, güya həmən Tasua gecəsi kəbinini kəsib, ona görə deyirlər, əmoğlu dur ayağa, toyun mübarək olsun, gəlin gəlib otağa, toyun mübarək. Bu yalandır, bu İmam Hüseynə böhtandır. Mən sizə Qasımı tanıdım mı? Qasım necə bir Qasım?
Yazırlar, Tasuva gecəsi İmam Hüseyin çıranı keçirdi. Hamıya ki dedi, ham şəhid olacaq, çıranı keçirdi. Bəziləri qaçdılar, qalanlar qaldı. Qalandan sonra İmam Hüseyin çıranı ki məşəli yandırdı. Hamıya bir-bir dedi, sən bu cür şəhid olacaqsan, sən bu cür. Qasim də balaca idi. İmam Hüseyin əleyhissalam baxdı, gördü ki Qasim böyüklər irəldən oturub boylanır. Özünü gözə çarptırmaq istəyir, bizim sözdən desək boylanır, hey boylanır. İmam Hüseyin əleyhissalam sabah şəhid olanların adlarını sanır. İmam Hüseyin əleyhissalam dayandı, dedi Qasim qabağa gəl. Ürəyi dolu görünürsən. Gəldi. Dedi Qasim buyur. Dedi əmi baxıram. Bütün şəhidlərin adını sanadın, amma mənim adım demədin. Mən də sabah şəhid olacağım. İmam Hüseyin əleyhissalam bir dənə sual verdi. Dedi, hələ Qasim mənə desin görüm ölümü necə görür. Baxdı, dedi, İmam Hüseynin öz sözünə İmam Hüseynə cavab verir. Deyir, ağam məyəm sən buyurmuyubsan ki, ölüm bəşər evladının boynunda, qadının boynundakı boyun bağı kimidir. Necə ki bir boyun bağı qadını gözəl tutar, ölüm də insanın gözəlliyidir. Ölüm gözəllikdən başqa bir şey deyil. Dedi, yaş Qasim, tikə-tikə doğranmağı, şəhid olmayı necə görürsən? Dedi, baldan şirin. Dedi, sabah sən də şəhid olacaqsın. Əli Əkbər şəhid olandan sonra gəldi İmam Hüseyin əleyhissalam yanına. Dedi, əmi, atam mənə vəsiyyət eləmişdi, görsən əminin dar günüdür, o gün əmini müdafiə elə, izin ver gedim məndə meydana. Əmməcan qoy gedim meydana məndə, Batım Əkbər kimi əl qana məndə. İmam Hüseyin ona izin verdi. Düşmən tərəf yazır, deyir, gördük bir dənə uşaq gəlir. Ayağına çəkmə deyərik də biz. Çəkməcə inib bu ayağına yekədir. Onun bəndlərini də bağlamayıb. Əlində qılınc belə deyərlər özündən də böyükdür. Hücum eləyir düşmənə tərəf. Mən nə qədər mən sağam, əmmi müdafiə edəcəm. Mən Həsənin oğluyam. Dirəcə az oxuyur, mən qısa kəsirəm, vaxtınız çox almayacam. Elə ki yıxıldı atdan, şəhid elədilər. İmam Hüseyin əleyhissalamı çağırdı. Əmmə imdada gəl. İstəyirdi İmam Hüseyinlə vidalaşa. O uşaq, o şəxsdir ki, o şəhidlərdəndir ki, İmam Hüseyin onun başının üstə gəldi. Yazırlar ki, İmam Hüseyin bir ildırım sürətində meydana həmlə elədi, hücum elədi, gəldi Cənab-ı Qasimin başının üstə. O uşağın başını aldı, iki qolların arasına. Dedi, Qasim, əmim üçün necə çətindir ki, sən əmimi köməyə çağırasan, bu onun əlindən heç nə gəlmir. Və şəhid oldu. Cənab-ı Qasim budur. Nəinki Cənab-ı Qasim ola, toy elənə, toy vaya dönə. Kərbəlada toy gözə gəlmirdi ki. Kərbəlada hamının yarı Hüseyin və Allah idi. Əhəbbəllah mən əhəbbə Hüseynə. Allahı sevən Hüseyni sevər. Allah bizim bu gəncləri, bu qardaşları, bu uşaqları, bu cavanları Cənab-ı Qasimin yanında məhşər günü, bu dünyada onun yoluna hidayət eləsin, məhşərdə də ondan biz məşhur eləsin inşallah. Ona olan məhəbbətimizi qəlbimizdən çıxarmasın inşallah. Allah bu eli xanım Fatimənin balasının məhəbbətindən uzaq eləməsin inşallah. Vəsselamun aleykum və rəhmətullahi və bərəkatuhu. Muhammed və ali Muhammedə sələvat.